Axşamınız xeyir dostlar. Mən Şahin. Kəndi Mənzərəlarım YouTube kanalına xoş gəlmisiniz. Bu gecə yenə bütöv ay var, yəni dolunay. Yəni öz dilimizdə desək bütöv ay. Və bu ayı mən səbirsizliklə gözləyirdim. Hal-hazırda bildiyimə görə dənizdə suyun səviyyəsi biraz qalxıb. Çünki bütöv aylarda normalda elə olur. Dənizdə suyun səviyyəsi biraz qalxır. Eşitdiyimə və bildiyim məlumatlara görə və bir çox xüsusi inanclar vardır dolunayda, bütöv ayda. Yəni mən hal-hazırda kətdəyəm və Kəndi Məzəralarım kanalı üçün bu bütöv ayı sizin üçün qeydə alıram. Telefonda belə düşür dostlar. Parıltılı şəkildə. Tam bugün artıq ayın 29'udur. Bu videomuzu 3-4 gün sonra YouTube kanalımızda yayınlayacağıq. Yəni bu 29 iyul bütöv ayıdır. Elə. Və inanın dostlar, mən bu bütöv ayı səbirsizliklə gözləyirdim. Bilmirəm niyə, amma mən həqiqətən də bu bütöv ayın gəlməsini səbirsizliklə gözləyirdim. Səbəb nədir? Bax onu mən bilmirəm. Bütöv ayları ümumiyyətlə mən hər zaman çox sevmişəm. Çünki məni həmişə nağıllara, filmlərə, əfsanələrə götürüb aparıb. Ona görə də bütöv ayları həmişə çox sevmişəm. Bugün də bu bütöv ayı çıxdığı üçün və YouTube kanalım olduğu üçün bu bütöv ayı çəkib sizlər üçün YouTube kanalıma yerləşdirəcəm. Həm arada özüm baxacağam, həm də sizlərin baxmanızı istəyirəm. Hava bulutlu dostlar. Yəni biraz havada bulut var. Üstəlik itlər də hürür. Kətdə gecə saat artıq 12 olmaq üzrədir. Və mən gecə saat 12 olmaq üzrə olsa belə bu videonu sizlər üçün çəkirəm. Çünki çox maraqlıdır. Əslində bütöv ay sıradan bir ay deyil. Yəni bütöv ayda çox inanclar var. Çox, necə deyim sizlərə, çox amillər var, çox işlər həyata keçir. Amma bunu tam bilməyənlər də var. Ona görə də istəyirəm ki, onlar haqqında biraz məlumat verim. Misal üçün heyvan totemləri var, bayquş, canavar, maral. Misal üçün canavar liderliyi təmsil edir, bayquş bilgəliyi, maral həssaslığı, gözəlliyi və ürək açıqlığı təmsil edir. Belə totemlər vardır bu bütöv ayda. Səhv etmirəmsə bu buğda bütöv ayıdır. Buğda dolunayı. Əslində Azərbaycanda bütöv ay, Türkiyədə dolunay deyirlər. Ona görə də mən həm dolunay, həm bütöv ay deyirəm. Dolu ay. Əslində bizdə də çox maraqlıdır. Bütöv ay, tam ay. Həqiqətən də dolunay. Çox maraqlıdır. Və bunu mən həqiqətən də səbirsizliklə gözləyirdim dostlar. İnanırsınız ki, bütöv ayın çıxmasını səbirsizliklə gözləyirdim. Yəni günlərdir bu günü gözləyirdim və sonunda axır ki bütöv ay çıxdı. Və mən də onu sizlər üçün telefona çəkdim. Bax belə dostlar. Videomuzu çox uzatmayacağam. Videomuz bura qədər idi.
Eğer videomuzu beğendiysensə like atmağı unutmayın. Kanalımıza abone değilsənsə kanalımıza abone olmağı da unutmayın. Ve videomuzu izlediğiniz için çok teşekkürler. Xahiş olunur, eğer videomuzu beğendiyseniz, abone olduysanız artık videomuza bir yorum yazın ve düşüncelerinizi bizimle paylaşın. Elə isə artıq mən videomuzu bitirirəm. Amma bitirmədən öncə biraz da bu bütöv ayı sizlər üçün telefona çəkmək istəyirəm. Son 20-30 saniyə. Bax bu qədər dostlar. Videomuzu bitirirəm. Çox sağ olun. Videomuzu bura qədər izlədinizsə, gecəniz xeyrə qalsın. Sağ olun.